yaman bilən gündən. Ay Vüqar müəllim, yaxşı yaman bilən gündən. Elin səsi səsim olur. Qardaş, biri haqsız döyüləndə qəlbi vəsim-vəsim olur. Ocaqda qar gəzməmişəm, şəhiddə bar gəzməmişəm. Ay müşü, mən çoxlu qar gəzməmişəm, bircə tikə bəsim olur. Yaxşıların cavan çağı taftanmasın ömrü tağı. Mərdin qəfil yıxmamağı vaym olub, yasım olub. Dodaqlardan atlanıb şücayətən deyibdi çox. Dağlardakı ay nahid dumandan çox mənim düşdüm isim olub. Qardaş, mən büyük səbəbkarımız, mənim dəyərli qardaşım Müşfiqə Allahın, ilahinin, Tanrının insana, bəşər övladına bəxş elədiyi ömür sarayının xəzinəsinin ən nadirincisi olan qardaş, can sağlığına arzulayıram. Çünki əmi, can sağlığı elə bir neymətdir ki, o hansı insana qismət oldusa, o insanın çata bilməyəcəyi hədəfi, məqsədi yoxdur. Buna görə Müşfiq əmoğlu saat can sağlığı arzulayıram, ömür arzulayıram. Həyatda nə qədər arzularım var, onların hər birisinə birə-bir çatmağı Allah sağ qismət eləsin. Və bu günləri sənin həyatda ən böyük nailiyyətin qazandığın uğur odur ki, sənin bax bu cürə dostların var. Bu cürə dostlar sənin bu gözəl günümdə başına yığışıbdır. Adətən deyirlər ki, dost çətin günün dostudur. Amma mən belə deyirəm ki, var pis günün dostu, var yaxşı günün dostu və həm də var hər günün dostu. Dost odur ki, çətin gün